Salam uşaqlar, bugün deməli 20 variant sınaq imtahanını işləyirik və 5-ci sınaqda qalmışıq. Çalışaram uşaqlar tez-tez paylaşam, çatdıram. Çünki az qalıbdı imtahana. Yəni bu tipli suallar olacaq. Ona görə də deyirəm ki, işləyək sizinlə. Tak, dinləmədim. Gəlin qulaq asaq. Прослушайте текст и выполните задание с 1 по 6. Гид – это специально обученный работник. В его обязанности входит сопровождение туристов во время экскурсии. Гиды также предоставляют информацию об осматриваемых достопримечательностях. Они должны обладать знаниями в области истории, культуры, географии и других областях. Назвать точную дату появления профессии гида очень сложно. В разные периоды истории существовали люди, которые сопровождали путешественников и рассказывали им о достопримечательностях. И в наши дни такая услуга пользуется большой популярностью у иностранцев. Сегодня профессия гида актуальна в любом государстве, где развит туризм. В разных странах много археологических памятников и исторически важных мест. Опытные гиды умело знакомят с этими объектами туристов со всего мира. Лучшее время для туристических поездок – это период с апреля по ноябрь, а также время государственных и религиозных праздников. Во время работы гидам приходится сталкиваться со многими людьми. Здесь проявляется одно из важнейших их качеств – умение общаться с людьми. Самые распространенные требования к представителям этой профессии – организаторские способности, тактичность, внимательность к людям, энергичность. Конечно, современный турист может обойтись и без гида. Он самостоятельно планирует маршрут и пользуется картой достопримечательностей. Но только профессиональные гиды способны сделать экскурсию по-настоящему полноценной и интересной. Tak, uşaqlar, indi mən bu mətni tərcümə edim. Bilək ki, söhbət nədən gedir? Deməli, bələdçi xüsusi təlim keçmiş işçidir. Onun vəzifələrinə deməli turistləri ekskursiya zamanı müşahidə etməkdir. Deməli, bələdçilər həmçinin baxılan görməli bir gözəl yerlər haqqında məlumat verməlidirlər. Onlar tarix, mədəniyyət, coğrafiya və digər sahələrdə yəni çox bilikli olmalıdırlar. Bələdçi peşənin yaranma tarixi dəqiq demək çox çətindir. Tarixin müxtəlif dövrlərində səyyahları müşahidə edən və onları görməli yerləri haqqında danışan insanlar mövcud olubdur. Bu gündə belə xidmət xarici turistlər arasında böyük populyarlıq qazanır. Hazırda bələdçi peşəsi turizmin inkişaf etdiyi hər bir ölkədə aktualdır. Müxtəlif ölkələrdə çoxlu arxeoloji abidələr və tarixi əhəmiyyətli yerlər var. Təcrübəli bələdçilər dünyanın hər yerində gələn turistləri bu obyektlərlə tanış edirlər. Turist səfərləri üçün ən yaxşı vaxt aprel ayından noyabr ayına qədər olan dövrdür. Həmçinin dövlət və dini bayramlar vaxtıdır. İş zamanı bələdçilər çoxlu insanlara ünsiyyətdə olurlar. Burada onların ən vacib keyfiyyətlərindən biridir insanlarla ünsiyyət qurmaqdır. Bu peşənin nümayəndələrində qoyulan ən geniş yayılmış tələblər deməli təşkilatçı qəbliyyəti, nəzakətlik, insanlara qarşı diqqətlik, belə deyə də, enerjili olmalı. Əlbəttə, müasir turist bələdçisiz də keçinə bilər. O marşrutu özü deməli planlaşdıra və görməli yerləri xəritədən istifadə edə bilər.
Lakin yalnız peşəkar bələdçilər ekskursiya həqiqətən dolğun və maraqlı edə bilərlər. Belə, indi gəlin, deməli, birinci sualımız bizim belədir. Əsas ideya, söhbət burada nədən gedir, uşaqlar? Mən deməli, izah etdim, tərcümə etdim və biz deyə bilərik ki, məsələn, bələdçilər turistlərə görməli yerlər haqqında məlumat verən təlim keçmiş işçilərdir də, belə deyək. Kim haqqında idi? Bələdçilər haqqında idi. Гид – это обученный работник, который представляет туристам информацию о достопримечательности. Все, konkret. Əsas ideya nədən söhbət gedir? Bax, imенно biz oxuduq, dinlədik və bildik ki, bələdçidən söhbət gedir, düzdürmü? Ona görə də biz B variantı burada deməli götürə bilərik. Дальше. Укажите неверное утверждение по тексту. Mətnə uyğun olmayanda cümləni götürməliyik biz. Со многими людьми гидам приходится сталкиваться во время работы. Deyir ki, bələdçilər iş müddətində bir çox insanlarla işləməli olurlar, düzdür. Услуги гидов и сегодня пользуются большой популярностью у иностранцев. Bələdçi xidmətləri bugün də əcnəbilər arasında çox populyardır, düzdür. По-настоящему интересную экскурсию могут сделать профессиональные гиды. Peşəkar bələdçilər ekskursiyanı həqiqətən də maraqlı edə bilərlər. Дальше. Точную дату появления профессии гида можно определить очень легко. Deyir ki, bələdçi peşənin yaranması dəqiq tarixi asanlıqla bilmək olmaz, amma biz bilirik ki, yəni bilmirik. Nə vaxtda, yəni çoxdan var idi, dəqiq deyə bilmərik. Bu indi bizdə uyğun gəlmir. Tak. D variantıdır. Дальше. Третье. Üçüncü sualımız belədir. Укажите верный ответ на вопрос. Düzgün, deməli, burada sual verilir və biz düzgün cavab verməliyik ona. Gəlin, baxaq. Deməli, какое качество у профессиональных гидов является одним из важнейших? Одним из важнейших. Deməli, peşəkar bələdçinin ən vacib keyfiyyətlərindən biri nədir? Biz bilirik ki, insanlarla ünsiyyəti qurma bacarığı olmalıdır. Düzdürmü? Умение общаться с людьми. Дальше, четвертое. Дополните предложение словами из текста. Tamamlamalıyıq. Сопровождение туристов во время экскурсии. Так, ekskursiya zamanı turistləri müşahidə edən входит в обязанности гида. Yəni, gidin, belə deyək də, işidir. Ona görə də yazaq bu şəkildə входит в обязанности гида. Сопровождение туриста во время экскурсии входит в обязанности гида. Так. Дальше. Пятое. Напишите ответ на вопрос. В каких странах актуальна профессия гида? Burada 5-ci sualda belə bir sual verir ki, bələdçi peşəsinə hansı ölkələrdə tələbat var? Əlbəttə ki, yəni harda turizm inkişaf edibsə, əlbəttə orada. В странах, где развит туризм. В странах, где развит туризм. Туризм. Так. Дальше, шестое. Напишите одно прилагательное из текста, которое характеризует слово периоды. Periodlar dövrlərdir. Və deyir ki, hansısa bir, belə deyək də, ona mətndə olan sifətlə hansı söz uyğundur da. Bizdə bir müxtəlif dövrlərdə deyə var da orada. Разные периоды. Разные периоды. Какие разные? Так. Дальше. 7-də. В каких словах нет звука и краткое? И краткое harda deyir yoxdur. Biz də bilirik ki, и краткое 4 hərfimiz var ki, ye, yo, yu, ya, hansı ki 2 səs verir ya da 1 səs verir. Bir səs verəndə onda i kratkaya orada olmur. Nə vaxtı? Əlbəttə ki, samitin yanında olanda. Bu 4 hərf samitin yanında olarsa i kratkaya səsi verməz. Ona görə də tak
Tak, Liliya görsünüz burada Liliya uje saytın yanında da iki ses verecek. İkratka olacak burada. Vyuga sözünde burada da olacak. Siyes sözünde məhki tвердый znakın yanında olanda verecek ikratka. Tak, palyot sözünde görsünüz mü? Yo hərfi sametin arasındadır. Bu verməz. Plemə. Deməli ya burada da verməz. 3 ve 5 bu C variantı. Ежевика E ile başlayır, ikratkaya verecek. 3 ve 5. Со словом язык не употребляется. Языk, dil ve hansı söz deyir uyğun gəlməz. İnastranı, xarici dil, məsələn, çətin dil, ingilis dili, doğma dil deyə bilərik, amma тесный, dar deyə bilmərik. В прямом значении употреблено выделенное слово в словосочетании. Прямой, həqiqi mənada olan. Сладкое пирожное, сладкий сон, sladkие mечты, sladkая жизнь, sladkая речь. Burada deməli, həqiqi mənada hansıdır? Sladkое пирожное. Düzdürmü? Çünki şirin yuxu, şirin arzular bu uje deməli şirin ömür də belə deyək. O hamısı deməli məcazi mənadadır. Bizə də A variantı burada lazımdır. Дальше. Так. На какие вопросы отвечают выделенные слова? Hansı suala deyir cavab verir. Gəlin baxaq. Своего и этой. Своего. Так. Чьего? Своего и этой. Какой этой? Deməli burada D variantıdır. Так. Dальше 11. Anekdot. Burada izah düzgün verilmeyibdir hansısa sözdə. Anekdot большой грустный рассказ. Böyük anekdot deyir ki, böyük bir kədərli bir hekayədir. Amma biz bilirik ki, anekdot da очень веселый da belə deyək. Ona görə də anekdot уже buradan çıxır. İzahı düzgün verilmeyib. Дальше. Антонимами не является. Антоним değil. Так. Узкий, широкий, антоним задача, проблема. Так. Задача и проблема там başqadır bu. Сила, слабый, старый, новый, сложный, простой. Bunlar hamısı antonimdir. C variantı bizdə antonim değil. Синонимами являются слова. Hansı sinonimdir? Так. Огромный, высокий, слабый, глупый, светлый, грязный, добрый, злой. Нет. Е варианты. Умный, мудрый. Ağıllı, müdrik. 14. Укажите правильный ответ. Так, burada deməli падежное окончание существительных. Uşaqlar, bax, paylaşdığım bu videoda, yəni dim olsun ya da bu kitab olsun, faylları var. Düzdürmü? Hər bir dərs bir fayla yığmışam. Bax, orada da atmışam. Падежное окончание существительных. Orada bir də baxarsan, orada ətraflı şəkildə mən başa salmışam. Neynəməlisiniz? Bax, природа sözündə. İsimdir. Düzdürmü? Prirodanı nə edirik birinci? Bilməliyik ki, priroda sözü hansı skloneniya aiddir. Hamısı orada var. Tam ətraflı sizə başa salmışam. Baxarsınız. Priroda, məsələn, tutaq ki, природа. Так, природа. Смотрите. Aynen biten, A ve yayla biten, женский, mужской olanda, yani cinsdə olanda, A, ya sonluqları olanda bu birinci skloneniya aiddir. Birinci skloneniyanın падежный sonluğunu orada yazmışam. Hansıdır? Sual verə bilməliyik biz. Всемирный фонд чего? Da? Burada уже родительный падежdə. Чего deyiriksə, ya biz bilməliyik. Bax, orada hamısını yazmışam. Родительный падежdə birinci skloneniyadır. Ya I, ya I olmalıdır. Чего deyəndə природы. Природи deyə bilməliyik, ya природы. Deməli, I yazırıq. Крупнейшая mir. Mir sözü. Baxırıq. Mir ikinci skloneniya. Çünki sıfırda belə. Yəni, onun ilk necə söz? Məsələn, miru ya da mire olmalıdır. Aha, mir sözü isimdir. Ona görə də, yəni məstər forması da belə deyək. Və mir sözü görürsün ki, sıfır sonluğudur. İkinci skloneniya aiddir. Düzdürmü? İkinci skloneniya bizdə aiddir. Kişi cinsində olan isimlər sıfır sonluğu olan və sredni rodda olan o Y ilə bitən. Düzdürmü? Mir deməli ikinci skloneniya olduq və в чем deyə предложенный падежный sualın verəndə
В чем? В mire. Burada уже ye olacaq. Organizasiya по охране природы. Природа eyni olacaq. Природы. Охрана sözü aynen bitir ve birinci skloneniyada. Моя охрана. Женский roda aiddir axı. Aynen bitirsə, deməli birinci skloneniyada biz bunu почему deyə də по охране чего, да, например, природы, да, или почему deyə sual veririk, dательный падежdə və по охране deyə, çünki dательный падежdə bizdə birinci skloneniyə aid sözlər ye ilə bitir. Və bu şəkildə deməli işləyirsiniz. Tak, deməli bizdə onda C variantı uyğundur, eləmi? Так. На какие вопросы отвечают выделенные слова? Брат, кто? Sonra мне и задачу. Смотрите, кто? Брат, düzdürmü? Ondan sonra kому? Мне, mənə və что? Задачу. Deməli bizdə D variantı burada düzdür, tak? D variantı uyğundur. Так. 16'da укажите соответствие. On və ano. On kişi cinsində olmalıdır. Ano da уже orta cinsə aiddir. Və biz buradan seçməliyik sözləri. Так. Deməli mой день deyə bilərik. Bəli. И оно kafe. Moyo kafe. Deməli onda 1C, 2B. Правильно? Так, проверим еще раз. Ага, правильно. Укажите существительное в единственном числе. Tek halda olan sözü. Родители, valideynler, ботинки, да? Botlar, береза. Bak burada уже yani tek haldadır. Деревья, ağaçlar, имена, adlar. Так, дальше. Установите соответствие. Работать кем? Творительный падеж. Кем? Дизайнером. Творительный падеж да сонного ом olur. Сидеть где или на чем? На берегу. У нас будет уже Б варианта. Встретить кого? Встретить кого? Правильно? Это уже родительный. Кого? Товарища. Так, deməli, работать дизайнера, 1C. Так. Sonra сидеть на берегу, 2B. И встретить товарища. Это А будет у нас, да? Deməli, 18'de onda A uyğun gəlir. Дальше определите верный ответ. В этом регионе построили несколько. Несколько deyiriksə ya da много, burada уже родительный падежdə işlənəcək. Və gəlin baxaq. Построй. В регионе построили несколько. Несколько. Чего? Трасс deyə bilərik də. Yəni, просто ismi götürsək, трасс. Görürsünüz, burada 0 sonluqdur. Дальше. Так. Sonra скоростными. Так, между этими городами много чего? Магистралей. Уже istəyirsiniz, yəni sifəti də götürün. Yəni götürməyin də belə çətin gəlirsə. Просто много чего? Автомагистралей или несколько чего? Трасс. O şəkildə də biləsiniz ki, bu deməli düzdür. Дальше. Так. Какое выделенное слово употреблено неверно? Düzgün verilmeyip. Долгий ночь, сильный дождь, главная роль, новая модель, вкусный миндаль. Bakın, ночь, моя ночь. Bu женский rod olduğuna nочь какая? Dolgaya. Aya olmalıdır. Bu женский roddur. Deməli, burada səhvdir. Так, 21. Diyalogdur da burada. Так. Восстановите диалог. Около лицея я встретился с товарищем. С kем ты вчера встретился около лицея? Kimle görüştün? Deyir ki, mən liseyin yanında yoldaşımla görüştüm. Ondan sonra вы с nим договорились о встрече заранее? Нет, мы встретились случайно. Так, deməli, burada da 2. 4 və 2 burada уже variantıdır da.
Yəni deyir ki, onunla əvvəlcədən görüş təyin etmisiniz. Deyir, xeyr də təsadüfən gördüm. Дальше. Укажите логически verные утверждения. Так, baxaq. Düzgün olan, belə deyək də, məntiqə uyğun olan. Охрана природы долг каждого гражданина. Ətraf mühitin qorunması hər bir vətəndaşın borcudur. Düzdürmü? Bəli. Düzdür. Дальше. Так, необходимо иногда беречь свое здоровье. Deyir ki, bəzən arada bir sağlamlığınıza diqqət yetirməli. Bu уже düz deyil də, yəni həmişə. Победы в спорте можно достичь без труда. Deyir, idmanda qələbə göstərmək üçün elə o qədər də deyir ki, çalışmaq lazım deyil də, yəni o qədər də belə deyək də, zəhmət lazım deyil, уже düz deyil. Образованный человек достигнет многого. Təhsilli insan çox şeyə nail olacaq. Düzdürmü? Əlbəttə ki, düzdür. Kulturное наследие величайшая ценность народа. Mədəni irs xalqın ən böyük dəyəridir, deyir burada. Əlbəttə ki, düzdür. 1, 4 və 5-dirsə, уже bizdə C variantıdır. Tak. İndi mətnə keçək, mətni oxuyum mən və ondan sonra da o bir suallara da işləyərik. Так. Instagram одна из самых популярных социальных сетей в мире. Instagram dünyanın ən populyar sosial şəbəkələrindən biridir. Сегодня сложно встретить незарегистрированного в этой социальной сети человека или хотя бы того, кто не знает о ней. Deyir ki, bu günlərdə bu sosial şəbəkədə qeydiyyatdan keçməmiş, hətta ondan xəbəri olmayan birini tapmaq çox çətindir. Миллионы пользователей ежедневно заходят в Instagram и выкладывают там свои фото и видео. Və deyir ki, hər gün milyonlarla istifadəçi Instagramda daxil olur və foto ya videoları paylaşır. Они знакомятся, общаются, создают и продвигают бизнес. Onlar insanlarla tanış olur, ünsiyyət qurur, bizneslər qurur və təşviq edirlər. Так, создать приложение, в котором можно публиковать и обрабатывать фотографии, придумал студент Стэнфордского университета Кевин Систра. Deməli, Stanford Universitetinin tələbəsi Kevin Sistra foto şəkilləri yerləşdirmək və redakta etmək üçün bir tətbiq yaratmaq идеясы irəli sürdü. Сначала он хотел создать собственную социальную сеть, которая будет иметь элементы онлайн-игры və o əvvəlcə elə bil ki, onlayn oyun elementləri ilə öz sosial şəbəkəsi yaratmaq istəyirdi. Так, назвать приложение он хотел Burp, deməli düz oxudumsa, deməli Burp adı vermək istədim. Систрам рассказал об этой идее своему другу Майку Кригеру. Deməli, və bu ideyadan dostuna Майк Кригера ilə bölüşdü. В процессе работы над программой Кевин и Майк внесли в нее изменения и дали другое название. Deməli, ikisi də proqram üzərində işləyirdi və ona dəyişikliklər etdilər və ona fərqli bir ad verdilər. Так появился Instagram və bu şəkildə də Instagram yarandı. Дата его официального появления считается 6 октября 2010 года. Rəsmi deməli istifadəyə verilmə tarixi 6 oktyabr 2010 il hesab olunur. За первые сутки приложение скачали более 25 тысяч человек. Deməli, ilk 24 saat ərzində tətbiqi 25 mindən çox insan tərəfindən deməli, yüklənilib. В декабре 2010 у Инстаграма был уже 1 миллион зарегистрированных пользователей və deyir ki, 2010-cu ilin dekabr ayına qədər Instagramda artıq 1 milyon qeydiyyatdan keçmiş istifadəçi var idi. Интерес владельца, deməli, sahibin marağı, интерес владельца, основателя социальной сети Facebook Марка Цукерберга к Инстаграму определил его дальнейшую судьbu. Və deyir ki, sahibin marağı, belə deyək də, Facebook'un deməli qurucusu Markın Instagram'a yanaşması onun gələcəyini müəyyən etdi də, belə deyək. Дальше. Цукерберг предложил Систраму и Кригеру 1 миллиард долларов. Və o, deməli, Mark Sistram və Krigerə 1 milyon dollar təklif edir onlara.
9 апреля 2012 года сделка была совершена и Facebook объявил о покупке приложения Instagram. Ve 9 April 2012 ildə müqavilə bağlandı və Facebook Instagram'ı satın aldığını elan etti. После всех доработок и нововведений Instagram и сегодня остается привлекательным, удобным и простым в использовании. Və deyir ki, bütün təkmilləşdirmələri və yeniliklər baxmayaraq Instagram çox indi də rahat və istifadəsi asan olan bir deməli belə deyək də, necə deyim, yəni bir cəlb edici Allah, yəni sosial şəbəkədə belə deyim. Allah, benim dolaşdı. Tak, aha, хорошо. Yəni başa düşdünüz, tuta bildiniz də söhbət nədən gedir və indi deməli 23-cü sualda укажите основную мысль tekstə deyir. Əlbəttə söhbət nədən burada getdi? Yeni bir sosial şəbəkə olan Instagram'ın yaradılmasından. Правильно? Ona görə də создание новой социальной сети Instagram E variantı burada uyğun olar. 24. Какое утверждение не соответствует содержанию текста? Mətnə uyğun olmayan, gəlin baxaq. Так, социальную сеть с онлайн-игрой хотел создать студент Стэнфордского университета Кевин. Так, Systrom. Deməli, burada deyir ki, tak, bir dəqiqə. Deməli, deyir ki, Stanford Universitetinin tələbəsi, yəni bu oyunu, belə deyək də, oyun şəkildə də onlayn oyun vasitəsi sosial şəbəkə yaratmaq istəyirdi. Düzdürmü? Əlbəttə ki, bu düzdür. Так, это правильно. За $1 миллиард новую социальную сеть купил владелец Фейсбука. 1 milyard deməli, Facebook'un sahibi $1 milyard yeni bir sosial şəbəkə aldı. Düzdürmü? Düzdür. В наши дни Instagram после многих изменений остается удобным в использовании, çox rahatdır, düzdür. Осенью 2010 года официально появилось приложение Instagram. 2010'da payızında deməli Instagram tətbiqi rəsmi olaraq istifadəyə verildi. Bu da düzdür. Через год после запуска число пользователей Instagram'a достигло 1 milyona. Burada da yazır ki istifadəyə verdikdən sonra 1 ildən sonra Instagram istifadəçilərinin sayı 1 milyona. Yox, bu уже uyğun gəlmir. Дальше. Дополните предложение информации из текста. Во время работы над своим приложением двое друзей, deməli, tətbiqin üzərində işləyərkən iki dost və tamamlamalıyıq uşaqlar. Neynədilər? Решили выбрать ему новое название. Yani onun üçün yeni bir ad seçmeye karar verdiler. Так, дальше. 26. Укажите верный ответ на вопрос. Deməli, sual verilibdir və ona biz uyğunda cavab verməliyik də. Так. Что Марк Цукерберг предложил Кевину Острому и Майку Кригеру? Deməli, burada onlara deyir ki, deməli, Mark Kevinlə Mike'a deyir ki, nə təklif etdi? Əlbəttə ki, onlara dedi ki, də onların tətbiqi almaq istədi də, çox baha bir qiymətə də, belə deyək də, çox. Дорого купить их предложение. Так. Deməli, B variantıdır. 27. Дополните предложение информации из текста, заменив в ответе не менее 2 слов. Heç olmasa 2 sözü dəyişərək biz yazmalıyıq. Каждый день огромное количество пользователей заходит в Instagram и hər gün çoxlu sayda istifadəçi Instagramda qeydiyyatdan keçir və orada öz şəxsi şəkillər və videoları paylaşırlar deyə yazmalıyıq. Размещают здесь. Так. Размещают здесь личные фото и видео. Так, 28. Ответьте на вопрос, выразив свое мнение не менее в 3 предложениях. Bir üç cümlə yazmalıyıq özümüzdən. Sual belədir. Как вы относитесь к социальным сетям? Deyir ki,
deməli, sosial şəbəkələrə necə münasibətiniz necədir? Gəlin indi deməli, həmişə ki yazdım, Dimin öz cavabıdır. Так, к социальным сетям я отношусь положительно. Я считаю, что благодаря им возможно общение с огромным количеством людей. Я сама зарегистрирована в нескольких соцсетях. Так, indi başqa cürdə yazdığım var burada. К социальным сетям я отношусь хорошо. Они мне помогают мгновенно общаться с друзьями и родственниками, которые живут далеко. Благодаря им я могу быстро узнавать последние новости, однако я стараюсь следить за временем, проведенным в них, чтобы оно не заменяло реальное общение. Bu şəkildə deməli yaza bilərik. Yəni nümunədə göstərirəm. Bu da dediyim kimi Cimin öz yazdığıdır. Yəni hansı xoşunuza gəlsə, yəni oradan buradan bir neçə 3 yəni cümlə olmalıdır uşaqlar. Belə. Videonu dayandırıb da yaza bilərsiniz. Так, дальше. 29. Выпишите из второго абзаца текста слово, которое означает словесное обозначение вещи, явления. Так, deməli, bir şeyin ya da şifai bir təyinatı deyək də. Əlbəttə ki, сейчас, так, 29 да, burada. Что это может обозначать? Название. Bir adlıqdır da. Название. Так. Словесное обозначение вещи, явления. Bir şeyin adı da belə deyək. Əlbəttə ki, adlıqda bir название. Название. Дальше. И 30 вопрос. Выпишите из третьего абзаца текста синоним слова создателя. Создателя deməli burada yaradıcı ya da başqa. Biz üçüncü так. Основателя. Yaradıcı. Основателя. Так, основателя. Elə uşaqlar, sağ olun, görüşərik.